Salam, hörmətli tələbələr və rezidə həvəskarları. Mən Rəfət müəllim Şəxəliyev. Bu günlərdən maraqlı bir video ilə qarşınızdayım. Demək ki, bu günləri biz part 5 videosunu çəkəcəyik və başlayaq videomuza. Deməli, bizə bildirilir ki, A, B, C daxil notlardırlar çoxluğuna və bizə deyilir ki, A-nın B-yə hasili 13, B-nin C-yə hasili isə 3 olarsa, deyir A plus B plus C cəmini nə ilə? Cəmini deyib tapın. Uşaqlar, biz birinci bilməliyik ki, 13 də sadə ədəddir, 3 də sadə ədəddir və bunların hər birinin burada olan ortaq vuruğu 1-dir. Yəni, avtomatik biz bilirik ki, B burada 1-ə bərabərdir, A burada 13-ə bərabərdir, C də burada nədir? 3-ə bərabərdir. Onda biz bunları cəmləyəndə nə baş verir burada? Biz bunları cəmləyəndə 1, 13, 3 cəmliyini alırıq. Alırıq ki, 17. Cavab olacaq deməli nə? Bunun cavabı olacaq 17. Baxaq, indi biz uşaqlar növbəti suala. Sualda bizə deyir ki, ədədi silsilədə 6-cı hədd 13-dür və 13-cü hədd 6-dır. Deyir ki, 19-cu həddi tap. Bunu necə yazacaq? Biz belə yazırıq ki, 6-cı hədd nəyə bərabərdir? A1 üstə gəl 5D-yə. Yəni, bu bizə verir 13-ü. 13-cü hədd nəyə bərabərdir? 13-cü həddi də biz bilirik ki, bərabərdir A1 üstə gəl 12D-yə. Bu da bərabərdir 6-ya. Digər tərəfdən biz bilirik ki, 13 harada yerləşir? 13, 19-un 6-nın arasında yerləşir. Yəni, A13 bərabər olur A6 üstə gəl A19-un yarısına. Onda belə çıxır ki, A13 6-dır da. Yəni, 6 bərabərdir nəyə? 13 üstə gəl A19 bölü 2-yə. Onda buradan alıram ki, 13 üstə gəl A19 bərabərdir. 6 vur 2 neçə verir? 6 vur 2 verir 12. Onda 19 nəyə bərabərdir? Bərabərdir mənfi 1. Bunları yazmağa ehtiyac olmur. Bərabərdir mənfi 1-ə. Daha qısa həll. Bu belənçindən. Sonra belə bir sual var. Belə bir sual var. Deyir, y bərabərdir mənfi 3x plus 4. Bir də y bərabərdir 5x minus 4. Deyir, bu nöqtələrin kəsişmə nöqtəsinin koordinatlarını tap. Yəni, nə deməkdir bu? Yəni, bunları bir-birinə nə edirsən? Bərabər edirsən. X-ləri yığaq sağa. 4 üstə gəl 4 bərabərdir. 5x üstə gəl 3x. 8 bərabərdir 8x. X də bərabər olur 1-ə. İnşallah x 1-ə bərabərsə y-i tapaq. Burada x-in yerinə 1 qoy. Y bərabərdir 5 vur 1 çıx 4. Y də bərabər olur 1. Onda belə çıxır ki, bunun koordinatları nə olur uşaqlar? Bunun koordinatı olur 1-in 1-ə. 1-in 1 olacaq. Növbəti bir sual buradan baxaq. Sizlər üçün deməli, sizlər üçün növbəti bir suala baxaq. Məsələn, burada deyir ki, kubun bütün tillərinin cəmi BTC, bütün tillərinin cəmi 36 olarsa, bu kubun həcmini tap. Kubun bütün tillərinin cəmi 12 dənə tili vardı. 12 dənə tilin cəmi 36-dırsa, yəni 12 dənə A 36-dırsa, A nədir? Onda A deməli 3-dür. Dedir, həcmini tap. Həcm nədir? A-nın kubu. Onda kubun həcmi nəyə bərabər olacaq? 3-ün kubuna, yəni 27-yə. Məsələn, bu da rahat suallardan biridir. Yəni, bunu da yazmaq lazımdır. Sonra belə bir dənə sual verib bizə. Çevirəsək ki, deyib ki, burada vətərlər kəsişir. Və bu hissənin uzunluğunu verib, bu hissənin uzunluğunu verib 4. Bu hissənin uzunluğunu verib 30. Buranı verib 6, bura deyib x. Deyib, x-i tap. Uşaqlar, biz bilirik ki, necə yazacaq bunu. Bunlar kəsişirsə 4 vur 30 bərabər nəyə? 6 vur x-ə. Yəni 120 bərabər nəyə? 6x. Onda x nəyə bərabər olur? 20. Yəni vətərlər kəsişdiyi hissələrin uzunluqlarının hasilinə nədir? Bərabər olur. Cavab bilir nə? 20. Uşaqlar, bir də xoşunuza gəldirsə videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Hələlik.